Katarakta nədir? Katarakta el arasında mirvari suyu olaraq bilinir. Gözümüzün içərisində bəbəyin arxasında yerləşən büllurun bulanıqlaşaraq şəffaflığını itirilməsi katarakta olaraq adlandırılır. Katarakta hər yaşda görülə bilir. Əsasən daha çox yaşlı xəstələrdə görüldüyü kimi körpə uşaqlarda, hətta yeni doğulmuşlarda belə kataraktaya rast gələ bilərik. Katarakta hansı əlamətlərlə özünü büruzə verir? Katarakta ilk başda bulanıq görmə, rənglərdə solğun görmə, yaxın və uzaq görmədə çətinlik şikayətləri ilə baş vura bilir. İşıqdan qamaşma şikayətləri ola bilir. Kataraktanı sadə poliklinik müayinəsi ilə biz diaqnoz qoya bilərik. Bəzən ehtiyac olduğu halda göz tibi xəritələri, göz ulcisi çəkilərək ətraflı müayinəyə ehtiyac ola bilir. Kataraktanın müalicəsi əməliyyatdır. Bunun damcı dərmanla müalicəsi yoxdur. Əməliyyat təxminən 15-20 dəqiqə çəkir. Yerli keyləşdirmə ilə icra olunur. Qansız əməliyyatdır. Əməliyyatdan sonra xəstə xəstəxanada yatışı olunur, evə buraxılır. Səhərsi günü kontrola gəlir və bir müddət damcı istifadəsinə ehtiyac duyulur. Hamınıza sağlıqlı günlər arzu edirəm.